Bakı Mühəndislik Universitetinin Riyaziyyat və İnformatika kafedrasının baş müəllimi, riyaziyyat və Heç sevmədim bir şey, hə? Bəli, heç vaxt dost olmamışam. Riyaziyyat həyatla eynidir. Nə demək həyatla eynidir? Riyaziyyatda bəzi aksiyonlar var. Siz o aksiyonları doğru kimi qəbul edirsiniz. Ondan sonraki riyaziyyatdakı bir sonraki cümlələri, bir sonraki hipotezləri, hökmləri ona əsaslanaraq addım atırsınız. Həyatda da insanların hər kəsin bəzi doğrular olur. O doğruların əsasında siz hamısını əlavə edərək o cür addımlar atırsınız. Yəni riyaziyyat həyatın bir özüdür. Riyaziyyatla məşğul olan insanlarda konsentrasiya ciddi şəkildə mükəmməl olur. Onların diqqət mərkəzləri, prefrontal korteks dediyimiz diqqət mərkəzləri çox möhkəmlənir, mükəmməl olur. Bu gün belə orta məktəblərdə və ya universitetlərdə 20 dəqiqə biz şagirdlər və tələbələri bir dərsə cəlb eləməkdə əziyyət çəkirik. Niyə? Çünki o məsələlərdə problem yaşayırlar. 3. Bu gün dünyanın riyaziyyat problemi var. Bu gün siz televizorda eşitmədiniz ki, dünyanın biologiya problemi var. Bu gün siz eşitmədiniz ki, fizika problemi var. Dünyanın riyaziyyat problemi var. Hər kəsin hədəfində IMO adında beynəlxalq riyaziyyat olimpiyadası var və bütün dünya universitetləri də bütün öz qapılarını sərbəst bir şəkildə açırlar ki, oradan dərəcə alanlar bizə gəlsin, riyaziyyatda həll olunmamış məsələləri həll eləsinlər və bizim universitetimizin prestiji, ağırlığı daha da hər tərəfə yayılmış olsun. Bu tərəfdən şeylər vardı, yəni müsbət cəhətləri var. Bir də AOPS adında müxtəlif səhifələr vardı. Nə deməkdir AOPS? Art of Problem Solving. Yəni problem həll edə bilməz sənəti. Yəni riyaziyyat əslində düşünmənin, düşüncənin bir musiqisidir. Orada bütün ölkələrdən adamlar, riyaziyyatçılar, tələbələr, şagirdlər problem göndərirlər və onların həlləri orada müzakirə olunur. Yəni mən bir problemə başlayarkən, bir misalı, məsələni, bir problem, riyaziyyat ona problem deyirik, başlayarkən mən hardan başlamalıyam, necə başlamalıyam, buradan başlasam bu məni nəticəyə aparacaqmı? O insandakı bu bacarıqları ciddi bir şəkildə inkişaf elətdirmiş olur. Yəni riyaziyyat kreativlik dediyimiz, yaradıcılığın dediyimiz onun da təməlidir. Başqalarını görə bilmədiyini riyaziyyatçılar görmüş olur. Niyə? Çünki onların kirpi metodu adında, kirpi üsulu dediyimiz bir xüsusiyyətlər də inkişaf edir. Niyə? Çünki riyaziyyatçılar tənha qalmağı sevirlər. Riyaziyyatçı biraz tənhalığa alışmalıdır. Kirpi nə edir? Biraz təhlükə hiss edən kimi anında öz içinə çəkilir. Sevirəm. Çünki tək qalanda, yəni məsələn bir problem çıxdı qabağıma, saatlarla onlarla məşğul olub tək qalır ki, o məsələni həll edebilsin. Həmin anda biz bəzən şagirdlərimiz alır ki, anında bir qrupa atım, oradan həll gəlsin, müəllimə göndərir, ay müəllimə bunu həll edə bilmədim, bunun həllini göndərə bilərsinizmi? Yox. Yəni, kirpi kimin öz qabığına çəkilməlidir, günlərlə, ola bilsin ki, həftələrlə bir teoremin isbatı, bir sualın həllərinə məşğul olmalıdır. Bəli. Riyaziyyatçılar adətən öz riyaziyyat müəllimlərindən bilirəm, Bəhmən müəllim, demin ki, elə deyil. Çox belə sərt. Bəzən qaşlar belə və salam. Daxil olanda belə demədən bilirsən ki, riyaziyyat müəllimidir. Amma motivasiya verirsiniz ki, belə nəticə var. Necə verirsiniz bu motivasiyanı siz? O məsələ bizdən biraz tam ziddi. Əslində haqlısınız. Yəni üzünün zəhmi yağan bir müəllim portreti hər zaman şagirdi dərsdən uzaqlaşdırıcı olubdur. Qrup quruldu, dərslər başladı. Mən dərsə girdimsə, avtomatik orada mən müəllim peşəsindən uzaqlaşıram. Mən artıq müəllim deyiləm, mən şagirdim, yoldaşıyam, dostuyam və bu şəkildə, bəli, çünki biz bir yerdə öyrənəcəyik. Heç bir riyaziyyatçı deyə bilməz ki, mən yer şürəsindəki bütün mövzuları bilirəm riyaziyyatdan, bütün sualları həll eləyə bilərəm. Biz bir yerdə araşdırırıq, sanki mən heç bir şey bilmirəm. Şagirdlərdən öyrəndiyim çoxlu sayda fikirlər var. Çünki onların düşüncəsi bizdən bəzən qat-qat yeni olur, daha yaradıcı olur. Çünki onlar hadisəyə, mən bilirəmmiş düşüncəsindən girirəm, bu isə heç bir şey bilmir. Bilmədiyinə görə də daha möhtəşəm bir şəkildə fikirlə ortaya çıxırlar. Bir də bunların bir var, motivasiya iki cürdür da, daxili və xarici. Xarici motivasiya bir yerə qədər getmiş ola bilər, amma əsas olan daxili motivasiyadır. Burada ən çox misal verirəm yumurtanı. Yumurta bir həftə sonra, 3 gün, 5 gün sonra oradan tutaq ki, cücə çıxacaq. Sən o cücə çıxsın deyə yumurtanı öncədən tez qırmış olsan, ondan uzaq başın, nə bilim, başqa bir şey pişirib yeyə bilərsən. O cücə olmayacaqdır. O cücə çalışıb içəridən, daxildən motivasiya olsa və orada yeni bir dünya yaranacaqdır, yeni bir həyat meydana gəlmiş olacaqdır. Yəni, sinifdən kənar öyrənmə mühitləri də önəmlidir. Biz uşaqlarımızı 4 divar arasında sıxışdırıb orada qalmamalıyıq, təbiətin qoynunda ola bilər, müxtəlif məkanlarda olmuş ola bilər ki, o da sıxıcılıq ortadan qalxmış olur həmin anda. Şagirdlər müəllimdən daha çox, bir-birindən daha çox şey öyrənirlər. Nəinki məndən və qrup şəklində olanda bir problem ortaya qoyanda şagirdin şagirdə ötürməsi daha önəmli olur. Şagird bir bilgini tutaq ki, öyrəndim. Onlara məsuliyyət veririk, onlarda məsuliyyət formalaşır.
hərəsinə bir mövzu paylayırıq. Onlar özü sərbəst bir şəkildə öyrənib gəlib digərlərini öyrədəndə əksik olan yerləri, zəif bildikləri tamamlamış olur. Niyə? Çünki öyrədəndə əziyyət çəkir. Ümumiyyətlə, riyaziyyat olimpiadaları biraz əziyyətli işdir, əzablı işdir və əziyyət olanda da şagirddə xarakter formalaşır və digərlər nisbətən ola bilsin ki, olimpiadalarda Respublika olimpiadalı ola bilər, beynəlxalq olimpiadalı ola bilər. Bir nəticə olmadı. Nəticəni verən Allahdır. Olmadı, olmasın. Amma əmin olun ki, həyatda mütləq şəkildə uğurlu olur o tip insanlar. Bəzən elə şagirdlər var ki, biraz gec qavrayırlar. Yəni, necə siz o potensialı açırsınız? Bilirsiniz ki, bu uşağın el arasında söz var, qabında nəsə var, amma onu sadəcə necə çıxartmaq lazımdır. Bax, bu da xüsusi bir... Bəli, Aytan xanım, bir cümlə deyim. Əgər bir şeyi bir şagird öyrənə bilirsə, bunu yer kürəsindəki hər kəs öyrənə bilər. Bir şey var, bir cümlə var, bir fikir var. Bunu Bəhman öyrəndi. Əmin olun ki, burada oturan yer kürəsindəki bütün uşaqlar, bütün şagirdlər onu öyrənə bilər. Tam öyrənmə modeli də budur. Hər kəs öyrənə bilər. İlan sürünərək dağa qalxar, qartal uçaraq dağa qalxar, amma nəticə eynidir. İkisi də dağın başındadır. Yəni, mən əgər dərsə həyəcanla girsəm, Bəhman dərsə girəndə bir həyəcanla girirsə, bir qolunu çirməlib dərsə girirsə, uşaqlarda da o həyəcan olacaq. Yoxsa Bəhman sinifə belə xalq dilində belə öyle girmiş olsa, heç xalq elə bəli, sinifdə o formada olmuş olacaq. Yəni həyəcandan çox şey asılıdır. Yəni fili hər kəs yeyə bilər. Fil bizdən böyükdür, hər kəs yeyə bilər. Onu hissələrə ayırmaq, kiçik hədəflər vermək, kiçik hədəflərlə davam eləmək çox önəmlidir. Kiçik hədəflər bizi böyük hədəflərə aparacaqdır. Çox təşəkkür. Bakı Mühəndislik Universitetinin Riyaziyyat və İnformatika Kafedrasının baş müəllimi Bəhman Qüdsi idi və gözəl bir məsləhəti. Çox minnətdaram sizə. Bu günlərim çox zövq aldım.